Salam hörmətli izləyicilər, bildiyiniz kimi Azərbaycan xalqının həm keçmişdə, həm də indi fəxr edə biləcəyi sayda çoxlu deməli sərkərdələri olub, igidləri olub. Belə deməli sərkərdələrdən də biri Nadir xan haqqında sizə qısaca məlumat vermək istəyirəm. Nadir xan bildiyiniz kimi hakimiyyətdə olduğu illərdə keçirdiyi döyüşlərdə tək bir döyüşdə məğlub olmuşdur ki, o da Samara döyüşü idi. Samara döyüşü deməli Bağdad da daxil olmaqla İraq uğrunda gedən döyüşlər olmuşdur. Yəni hakimiyyəti möhkəmlətmək, İraqı ələ keçirmək, Bağdadı ələ keçirmək uğrunda Osmanlı sərkərdəsi Topal Osman Paşa ilə olduğu döyüşdür. Bu döyüşdə dediyim kimi Nadir xan məğlub olur. Hər iki tərəf deməli 50 mindən çox itki verir. O dövr üçündə Topal Osman Paşa çox güclü sərkərdə hesab olunurdu, həm də hiyləgər bir sərkərdə idi. Bu döyüşdə deməli Nadir xanın məğlub olmasına baxmayaraq sonrakı Ağdərbənd və Kərkük uğrunda gedən döyüşlərdə Topal Osman Paşanı məğlub elədi və həmin döyüşdə öldürüldü. Samara döyüşündə, yəni Nadir xanın məğlub olduğu döyüşdə deməli dediyim kimi Topal Osman Paşa hiyləgərliyə əl atmışdı. O deməli çayın kənarını mühasirəyə almış, yəni öz ordusunu Nadir xanın ordusunun vəziyyətinə uyğun olaraq elə düzmüşdü ki, Nadir xanın ordusunun çaya çıxışı olmasın və eyni zamanda öz ordusunu elə düzmüşdü ki, külək Nadir xanın ordusunun əskərlərinin üzünə vursun və bu külək yerdə olan deməli daşı, çınqılı, toz torpağı Nadir şahın əskərlərinin üzünə vursun və belə də olur. O cümlədən də o, yəni Topal Osman Paşa ordusunun hər iki cinahını, sağ və sol cinahlarını zəif deməli hala gətirmişdi ki, buradan bu da bir hiyləgərlik idi və buradan hücuma keçən Nadir xan artıq çətin vəziyyətə düşdü və çətinliklərlə üzləşdi və məğlubiyyətə uğradı. Bu həm də bu döyüşdə Nadir xanın deməli ordusunun təlaşa düşməsi də ondan ibarət idi ki, Nadir xan bildiyiniz kimi bu döyüşdə yaralanır və orduda təlaş başlayır və hiss eləyirlər ki, deməli orduda olan əskərlər elə bilirlər ki, Nadir şah öldürülmüş və təlaş başlamış və ona görə də bu döyüşdə Nadir xan məğlubiyyətə uğradı. Məğlubiyyətə uğramasına baxmayaraq Nadir şah Azərbaycanın ən məşhur qoçaq, igid deməli sərkərdələrindən biri kimi bizim tariximizə düşmüşdür. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.